Salam, son zamanlar doktor, ürək döyüntülərim çoxdur və yaxud sanki ürəyim yerindən çıxacaqmış kimi olur ifadələri ilə çox tez-tez rastlaşırıq. Xatırladım ki, əgər ürək nahiyəsində bir patologiya yoxdursa, bu panik atak əlaməti ola bilər. Panik atak zamanı döş qəfəsində ağrılar, ürək döyüntülərinin sürətlənməsi, nəfəs darlığı, boğulma, tənginəfəslik və yaxud arterial təzyiqin yüksəlməsi, bədəni isti basması, əlin ayağın buza dönməsi, əldə ayaqda keymə, tərləmə, titrətmə, mədə-bağırsaq nahiyəsində bir narahatlıq və həmin anda pasiyent düşünür ki, yıxılacam, bayılacam, öləcəm, dəli olacam, ağlımı itirəcəm və s. Xatırladım ki, panik atak tam şəkildə müalicə olunur. Əgər özünüzdə bu əlamətlərdən bir neçəsi varsa, vaxtında mütəxəssisə müraciət edin. Hər zaman sağlam olun. Sizin nevroloq Dr. Jalə Qarayeva.